Salam, Şimali Azərbaycanda hərbi vəziyyət elan olunmuşdu. 1895, 1905, 1942-ci illər. Bəs Rusiya müstəmləkəçiliyi siyasətinə qarşı çıxan ilk proqram sənəd hansı idi? 1905-ci ildə yay aylarında hazırlanan Əks hallar. Əks hallar Əlmərdan bəy Topçubaşovun rəhbərliyi ilə hazırlanmışdı. Xüsusi tələbnamə 1905-ci ilin yay aylarında tərtib olunub Azərbaycanlı ziyalılar tərəfindən. Nə deyirlər burada? Müsəlmanlara qarşı əl seçkiliyə son verilsin. Son qoyulsun. Digər müsəlmanlar da bu tələbnaməyə qoşulmağa çalışdılar. Elə bu məqsədlə 1905-ci il avqustunda Nijni Novgorodda Rusiya müsəlmanlarının birinci qurultayı çağırıldı. Qurultayda hansı partiya yaradıldı? Müsəlman İttifaq Partiyası. Yaxşı, partiyanın proqramın hansı qurultaydadır? İkinci qurultayda. Bəs komitəsi, mərkəzi komitəsi üçüncü qurultaydadır və mərkəzi də Bakıda fəaliyyət göstərməli idi. Bəs 1905-ci ildə 17 oktyabr manifesti nə idi? Güya çar əhaliyə söz azadlığı, mətbuat azadlığı, təşkilat yaratma azadlığı verirdi. Hələ deyirdi ki, məhdud qanunvericiliyə malik Dumaya da seçkilər keçirə bilərsiniz. Rubok bəyannaməsi 1906-cı ildə Birinci Dövlət Duması buraxılandan sonra Azərbaycanlı deputatlar Rubok şəhərində toplaşırlar və bu bəyannaməni qəbul edirlər. Bunu eşidən Çar Rusiyası Əlmərdan Topçubaşova və İsmail xan Ziyadxanını həbs etdirir.